Salam aleykum. Namazı hər kəs öz dilində qıla bilərmi? Nə üçün olmaz? Dəlil nədir? Öz dilində qılmağa. Namazı bu hədis inkarçıların şübhəsidir. Əvvəlcə bilmək lazım. Onlara Quranı demək olmaz. Quranı bizik. Çünki Quranla gedəndə Quranla biz gedirik. Onlar Quranla gedmirlər. Onlar deyir ki, namazı hər kəs öz dilində oxusun. Tayyib. Yaxşı. Sual. Namazda nə oxumaq lazımdır? Quran. Allah təala buyurur ki, "Faqra'u ma tayassara minəl Quran." Sizə Qurandan asan olanı oxuyun. Yaxşı, mən deyirəm ki, "Elhamdülillahi rabbil alamin, errahmanirrahim, maliki yevmiddin" ilə dalin, dalinə qədər. Oldu Fatihə. Bu oldu Quran. Amma mən deyirəm ki, həm də aləmlərin Rəbbinə məxsusdur, Rəhmandır, Rəhimdir. Bu Quran. Əgər sən bu oxusan, ayı əməl eləmirsən. Qurandan oxu deyir. Evet. Sən Qurandan oxumazsan, sən tərcümə oxudun mənaca. Ona görə bu ayə dəlildir. Hə, Quran ərəbcə oxumaq. Yaxşı, Quran ərəbcə deyə dəlil. İnna enzelna Qur'anan Arabiyyan. Biz Quran ərəbcə nazil etdik. Başqa ayədə bilisanin Arabiyyin mubin. Açıq aydın ərəb dilində. Ona görə biri mənə zəng eləmişdi. Dedi ki, bəs sən mənə sübut elə ki, az-uzaza qılmayayım mən. Dedim, heç namazda Quran oxu. Dedi, oxuyuram da, həm də aləmən. Dedim, Quran nə dildədir? Dedi, ərəbcə. Dedim, Quran oxumursan. Qaldı belə. Tərcümanı oxuyursan. Sən tərcümə oxuyursan. Bəli. Aydındır?